Hər vaxtınız xeyir olsun, əziz izləyicilər. Gündəmin növbəti buraxılışında xoş gördük hər birinizi. Əziz izləyicilər, İranda etirazlar nəticəsində təbiidir ki, həbslər dalğası da eyni zamanda davam etməkdədir və bu yöndə bir statistika dərc olunub. Müvafiq statistikanı və rəqəmləri sizin diqqətinizə çatdırmaq istərdim. Belə ki, Amerika Birləşmiş Ştatlarında yerləşən insan hüquqları aktivistləri qrupunun xəbər agentliyi Herana bildirib ki, İran üzrə geniş miqyaslı etirazların yatırılması zamanı ən azı 50.235 nəfər həbs olunub və yeni həbs hallarının hələ də davam etdiyi bildirilir. Məlumatlara görə tələbələrin həbs edilməsi halı 106, məcburi etiraflar halı 303, çağırışlar 11.046. Qeyd olunan etiraz hadisələrinin ümumi sayı 666 məkan yer olaraq 209 şəhər və 31 vilayət. Hrana həmçinin əlavə edib ki, müvafiq mənbə əlavə edib ki, etirazların başlanmasından 37-ci günə qədər təsdiqlənmiş ölənlərin sayı 6854 nəfər, əlavə 11280 ölüm halı isə araşdırma mərhələsindədir. Elə bu istiqamətdən biz qonağımız Milli Cəbhə Partiyasının başqan müavini siyasi ekspert Məhəmməd Əsədullazadə ilə müzakirə aparacaq. Məhəmməd bəy, xoş gördük sizi. Hər vaxtınız xeyir olsun. Məhəmməd bəy, müvafiq statistikanı diqqətinizə çatdırmış oldum. Artıq indiyə qədər bu etirazların başlanmasında təbiidir ki, bir sosial narazılıq məsələləri var idi bazada. İndi bunun üzərinə bir də etiraz sonraki narazılıqlar da gəlməkdədir. Bax, bu məqamlar İranı növbəti periodda hara apara bilər? Təbii ki, İranda bilirsiniz ki, etiraz aksiyaları keçirildi və sonradan bu sosial siyasinin üstəviyə keçdi. Amma Tehran rejimi islahatlar həyata keçirməkdən, sosial-iqtisadi paketlər qəbul etmək əvəzinə dinc əhalini etiraz aksiyasılardan plan yurtun qabağına verdi. Elə bir kütləvi qırğınlar həyata keçirilib ki, adam inanmır ki, həqiqətən də hakimiyyət öz vətəndaşına qarşı bu cür ağır silahlardan istifadə edir. Bilirsiniz ki, siz də qeyd etdiniz statistikanı, kifayət qədər ölənlər var və həbs olunanlar var, istintaqa dəvət olunanlar var, işgəncəyə məruz qalanlar var. Hətta mən ötən gün bir video qarşıma çıxdı. Deməli, Ağbirçay, Azərbaycanlı Ağbirçay etirazlar vaxtı İran ali din lideri Xamneyə müraciət edirdi sosial-iqtisadi islahatlarla bağlı. Bu etirazların kəskin şəkildə silahlı yatırılmasına qarşı mövqe qoyurdu. Amma ötən gün Sebah onun demək olar ki, onun həbs edib, özündə etiraf edici video yaydırdı və Xamneyə dəstək videosu yayıldı həmin Ağbirçay dənənin Azərbaycanlıdır. İndi görün, bunlar yaşı 70-dən yuxarı bir vətəndaşı işgəncəyə, psixoloji təzyiqə məruz qoyursa, görün, gənclərə qarşı necə qəddarcasına hərəkət ediblər. İstər Tehran Universiteti tələbələrinə, istər vətəndaşlara qarşı ciddi şəkildə təzyiqlər və onların öldürülməsi də həyata keçirilir. Həmçinin həkimlərə də qarşı təzyiqlər həyata keçirilir. Mən düşünürəm ki, hazırda bu etirazlar aksiyalarından sonra həyata keçirilən bu işgəncələr təbii ki, xalqda yenidən etiraz formalaşdırır rejimə. Artıq rejim legitimliyini itirir və İran ali dini rəhbəri, mühafizəkar dairə hakimiyyəti, mülki administrasiya prezidentə verməsə və sosial-iqtisadi silahlara getməsə, mən düşünürəm ki, növbəti mərhələdə yenidən etirazlar formalaşacaq. Onlar hesab etməsinlər ki, etirazları silahlı yolla, işgəncə ilə yatırdı, amma bu belə deyil. Yenidən xalq küçələrə çıxa bilər, daha da kəskin şəkildə hakimiyyət orqanlarına qarşı, hətta xalq da silahlana bilər, vətəndaş müharibəsinə gedə bilərlər. Yəni, İranda vətəndaş müharibəsini də istisna etmirəm. Çünki İran rejimi yanlış siyasət həyata keçirir. Amerika Birləşmiş Ştatlarının İstanbulda danışıqlarını da qəbul etmir, Omana köçürülməsini təklif edir. Yəni, bu konkret olaraq danışıqlardan yayınmaqdır. Bir məsələni qeyd edim ki, fevralın 6-sında bilirsiniz ki, Türkiyə vasitəsilə ABŞ və İran arasında danışıqlar keçiriləcək, amma ötən gün Sebaha məxsus silahlı qatillər Amerikan tankerinə hücum ediblər,
Sepaha məxsus ballar Amerikanın təyyarə daşıyan gəmi ətrafında kəşfiyyat üsulları həyata keçib. Yəni göründüyü kimi orada Sepah mühafizəkar dairə təhlükəsizlik orqanları mülki administrasiyanın, yəni prezidentin Amerika ilə aparacağı dialoqa qarşıdırlar. Həqiqətən də Avropa İttifaqı Qərb elə yerində Sepahı terror təşkilatı kimi tanıdır. Yəni Sepah konkret olaraq Qərblə Amerika Birləşmiş Ştatlarından danışıqlara getmək istəmir. Donald Trump görürüz pragmatik mövqe ortaya qoydu. Bax, hərbi və kifayət qədər İran ətrafına hərbi qüvvələri yerləşdirsə də dialoq qapısını açıq qoyub. Amma İran bu dialoq qapısından gəlir qapıya kimi və yenidən geri qayıdır. Bu da təbii ki, ənənəvi fars diplomatiyasıdır. Yalan üzərində qurulub. Onların bu yalan diplomatiyası, yalan vəriləri onları artıq sıxılmaz vəziyyətə qoyub. Yenə də bilirsiniz ki, Hizbullahdan, yenə də Husilərdən, İraqda həşd şabı qüvvələrdən, yenə də Suriyadakı müəyyən qrupları silahlandırmasından əl çəkmirlər. Yəni, göründüyü kimi bunlar geosiyasi reallıqlarla barışmaq istəmirlər. Yenə də Sasani imperiyası, Əhəməni imperiyası onların ideologiyasında formalaşır. Fars, paniranist millətçiliyi hələ də bunların hakim rejiminin ideologiyasına əsaslanır. Baxmayaraq ki, özləri İslam ölkəsi Şia məzhəbi elan ediblər. Amma tamamilə paniranizm, fars millətçiliyi, şovinizm bu günləri Tehran rejiminin əsas ideoloji bazasıdır. Və bu da təbii ki, regiona xaos, anarxiya gətirir. Azərbaycan da maraqlı deyil ki, İranda müharibə olsun. Çünki orada 40 milyona yaxın bizim soydaşlarımız yaşayır. Biz burada 10 milyonu, orada 40 milyon bizim əhalimiz var. 140 minə yaxın Azərbaycan ərazisi bu günləri İran rejimi nəzarət edir. Və təbii ki, bunlara biz də səssiz qala bilmərik. Mən düşünürəm ki, İran rejimi əgər islahatlara getməsə, Amerika Birləşmiş Ştatları ilə danışıqlara gedib, razılaşmalara getməsələr, xalq yerindən ayağa qalxacaq. Hətta Amerika Birləşmiş Ştatları da İran rejiminə nöqtə əməliyyatları həyata keçirə bilər. Bu günləri İran rejimi Çinə arxayındır və Çinin göndərdiyi bir neçə havadan müdafiə sistemləri, raketlər və yaxud qırıcı təyyarələr. Amma düşünmürlər ki, Amerika Birləşmiş Ştatları dünyada super gücdür. Elə silahları var ki, Çinin havadan müdafiə sistemlərini ilə bir dəqiqədə onları tamamilə tormozlaya bilər, işə düşməyə bilər. Yəni, mən düşünürəm ki, İran ali dini rəhbəri Xamneyi, bir də Sepah bu günləri İran xalqının, İran dövlətinin problemidir. Mən demirəm İrana demokratiya gələcək. Yəni, belə bir şey yoxdur. İranda ümumiyyətlə demokratiya olmayacaq. Çünki mentalitet, coğrafiya, yəni Amerikanın bura demokratiya gətirməsi gülüncdür. Yəni, belə bir şey yoxdur. Bomba ilə, raketlə, təyyarə ilə xalqlara demokratiya gətirmir. Bunu İraqda da görürük, Suriyada, Ərəb baharında. Sadəcə olaraq biz nə istəyirik? Biz istəyirik ki, İran təkamül daxildən xalqla anlaşılaraq müəyyən struktur və sosial-iqtisadi islahatlara geçsin. Xalq da bunu istəyir. Məsələn, 2000 nüvə anlaşması bağlandı Obama'nın dövründə və İrana qarşı müəyyən iqtisadi sanksiyalar aradan qaldırıldı. Həmin gələn valyuta kifayət qədər milyardlarla pul əhalinin sosial vəziyyətinə deyil, tamamilə Həmasa, Hizbullaha, Husilərə xərcləndirildi. Suriyaya hətta 80 milyard dollar vəsait xərclənib, İraqa. Yəni, bu günləri çox təəssüf ki, fars millətçiliyi, ideologiyası, paniranist, şovinist rejim orada elə bir siyasət qurub ki, regionu da xaosa sürükləmək istəyir. Məsələn, ötən gün Əli Xamneyi çıxıb deyir ki, Amerika bizə hücum eləsə, bu region müharibəsinə gətirib çıxarır. Necə yəni region müharibə? Region Cənubi Qafqazda Ərəb ölkələrdir və bu ölkələr də konkret olaraq elə Azərbaycan da Türkiyədə İrana qarşı hərbi əməliyyatlar əleyhinədir. Dialoqla məsələn həllinə çalışırlar. Bu günləri ilə İrana qarşı hərbi əməliyyatların təxirə salınmasında da Türkiyənin də rolu böyükdür. Hətta Azərbaycan prezidenti Cənab İlham Əliyev İran prezidenti ilə də telefon danışıqları aparıldı. Sadəcə olaraq fars millətçiləri reallıqları qəbul etməlidirlər və kifayət qədər Türkiyənin də
və ərəb ölkələrin də mövqeyini real qəbul etməlidirlər, Amerika ilə dialoqa getməlidirlər. Bilirsiniz, super gücdür Amerika, fövqəladə dövlətdir. Bu super ölkə ilə Rusiya nə Çin başara bilmir, üzə gəlmək istəmirlər. İran sən Amerika ilə nə edəcəksən? 12 günlük müharibədə gördüyü hamısı gedib girmişdi yerin altına, yenidən yerin altına çəkiləcəklər. Yəni bununla müharibə aparmaq olmur. Bilirsiniz, tarixə nəzər saldıqda daimi belə olub, imperiyalar olub və müharibələr olub. İran da, tarixi oxuyanda İran da Əhəmənilərin vaxtında görülmüş ki, Yunanistana kimi gedib onlar müharibə aparıblar. Yəni İran düşünməsin ki, okean o tayından Amerika gəlib mənə nəyisə diktə edir. Axı sən region xalqlarına qarşı təzyiqlər edirsən, proksi qüvvələr, terror təşkilatları yaradırsan, regionu öz əsarətinə almaq istəyirsən. Elə Azərbaycana qarşı da bunlar terror təşkilatı yaradır. Və ona görə də bu zehniyyətin qarşısı alınmalıdır. Yəni deyirəm, müharibə əleyhinə istəmirəm ki, İranda dağıntılar, mülki infrastruktur, əhali əziyyət çəksin. Amma İran rejimi də reallıqları qəbul etməlidir. Mən düşünürəm ki, əgər İran rejiminə təzyiqlər olmasa, onlar Amerika ilə sövdələşməyə getməyəcəklər, diplomatik dialoq yolu ilə getməyəcəklər. Moskva, Tehran eyni xəttdir. Bunlar söz verirlər, növbəti mərhələdə sözlərinin arxasından çəkilirlər. Təəssüf ki, hazırda reallıqlar bundan ibarətdir. Amma Amerika Birləşmiş Ştatları bu qədər əgər hərbi yüklər gətiribsə, silahlar gətiribsə İran ətrafına, yəni mütləq şəkildə Amerika prosesdən qalib getməlidir. Düzdür, xalq da bu prosesdə aktiv olmalıdırlar və əhali hakimiyyətdə silahlar tələb etməlidir.